o qədər sərvətlənir, var dövlətə sahib olur, hakimiyyətini gücləndirir ki, ətrafdakı dövlətlər də ondan çəkinməyə başlayırlar. Ehtiyatlanırlar ki, Hasan hücum eləyər, alar bizim ölkəmizi. Bu qüdrətdən o qədər başlayacaq əmələ gəlir bunda. Bunda Allahlı iddiası yaranır. Fikirləşir ki, bu dövlətin, bu ölkənin, bu məmləkətin Allah hələ mənəm. Xalqı saxlayan da mənəm, dolandıran da mənəm. Mən bir gün olmasam, bura batacaq, məhv olacaq. O vaxt ki, şahlar təğyir libas olurdular. Təğyir dəyişmək deməkdir. Yəni ki, çıxıblar cəmaatın arasına. Libası dəyişib xalq arasına çıxıb şəhəri gəzib dolanırlar. Görüm xalqın necə yaşayır. Görüm xalqın vəzir vəkilinin haqqında necə danışır. Mənim haqqında necə danışır. Gəlir o yerə qədər ki, şəhərdən çıxırlar kənara. Şəhərin kənarında təxminən 1 kilometr, 2 kilometr gedəndən sonra görürlər ki, şəhərə gələn yolun ayrıcında 2 dilənçi əyləşir. Dilənçinin biri kördir, 2 gözdən əlil deyil, o biri isə belə sağlam adamdır, otururlar, Allaha doyurlar. Ya Allah, özün yetir. Xüsusilə adamları görəndə bilirsən də, Allaha yalvarırlar. Gəlib oradan keçəndə, deyir ki, nə Allaha yalvarırsın, Şah Abbasa yalvarır. Ölkənin sahibi Şah Abbası, sizi yaşadan da, dolandıran da, çörək verən də Şah Abbası. Allaha yalvarmayın. Siz Şah Abbasa doyurun ki, sizi için getirsin. Bu kör dilənçi deyir, yox, hər kimi sizlə bilmirəm, tanımıram, görmürəm sizi. Lakin siz düz dümürsünüz. Hər şeyi tənzimləyən, hər şeyin sahibi Allahdır. Biz için də ruzu verən Allahdır. O birisi başa düşür, deyir, nəsə burada şübhəli bir məqam var. Başlayır Şah Abbasa dua eləməyə, onun şöhrətindən danışmağa, böyüklüyündən, ağırlığından, xeyirxahlığından danışmağa. Vəzirlə bunlar çəkilib gedirlər saraya. Vəzirə deyir ki, sabah bir iri toğuk pişdirirsən. Toğun içərisini doldurarsan, mən sarayımdan əmr verəcəm, xəzinəmdən filan qədər qızıl birilən toğun içərisini doldurursunuz. Bir qızıl siniyə qoyarsan, üstündə qızıl, deməli, qırmızı parça ilə örtərsən, apararsan ora, görərsən ki, hansı Şah Abbasa doyulursa, bunu verərsən ona. O kör dilənçi məhəllə gəlişi ağırlanacaq mənim sözümdən sonra. Ola bilsin ki, mənə doyulacaq. Gəlir, vəzir həmin yerə keçəndə, görür ki, kör dilənçi yenə Allaha doyulur, Allaha yalvarır, Allahdan ruz istəyir. O biri isə Şah Abbasa doyulur, Şah Abbasdan ruz bərəkət istəyir. O gətirir, sinini qoyur onun qarşısına, deyir, səhər çatacaq, səhər üçün göndərirlər. Çıxır gedir, bu kör dilənçinin qarşısından keçib getmiş daxil vəzir. O körlər də həssas olurlar, tez burnundan o iyi hiss edir ki, nəsə yemək gəldi. Yemək gəldi, o biri dilənçi başlayır deyilməyə ki, bəyəkdən Şah Abbasa doyuluyram, fikirləşdim ki, mənə üçün pul göndərər, qızıl brilyant göndərər, yemək göndərirlər. Açır beləçə görür, toğunu tez örtür. Bu kör dilənçi deyir ki, indi uşaq mənəsin nahar gətirəcək. O burada nə qədər yığılıbsa, mənim misnimçəndə, xahiş edirəm, qəbları götür. Əgərsə qanı eləməsə, axşamacan yığdıqlarımı da verərəm. Onu ver mənə, uşaq gələcək, aparsın anası ilə, qardaş bacılarına yeyər. O razılaşır, gətirib qoyur sinini bunun qabağına, bunun qabağındakı pullarının hamısını yığışdırır, oturur orada. Bu dəmdə ayaq səsləri gəlir. Ayaq səsləri gəlir, bu kişi hiss edir ki, gələn oğludur. Oğlu gəlir, yaxınlaşır. Kör? Kör dilənçi görür, oğlu yaxınlaşır, yemək gətirib bunun üçün. Yeməyi götürür, deyir ki, buradan mən də yemək almışam sizin için. Apar ananla, bacı qardaşlarına yeyərsin. Uşaq çıxır, gedir evə, təxminən yarım saat, 1 saat keçməmiş, uşaq qaça-qaça gəlir. Uşaq qaçanda bu uşağın ayaq səslərini eşidir ki, deyir, ay oğlum, nə olub, nə baş verir? Evdə anın ölüb, uşaqlara bizdə də olub. Deyir, yox, ata heç nə olmuyor, gedib evdə bilərik, qorxma. Allah-u Teala bizə elə ruzu bərəkət yetirib ki, sən də heç vaxt dilənçiliyi eləməyəcəksən. Biz evdə tikəcəyik, evimiz də olacaq, xoşbaxt yaşayacaq. Xahiş edirəm, durayağa gedək, işini götürür, aparır evə. Deməli, səhər Şah Abbas vəzirlə gəlir həmin yerə. Gördüyüm işin nəticəsi nə oldu? Gəlir, görür ki, kör dilənçi yoxdur. O birisi dilənçi isə Allaha doyulur. Deyir, əşin nə Allaha doyulursa, Şah Abbasa doyulur, Şah Abbasa yalvar. Yerin göyün sahibi Şah Abbası, sizi yedirdən, böyüdən, yaşadan Şah Abbasdır. Deyir, əşi, deşə gündə doyulurdum da, Şah Abbasdan mənə bir şey olmadı.
Deyir, bəs dünənləri sənə belə bir şey gətirib verdilər, məcməyisini verdilər, sənə üstündə örtük. Mən açdım, baxdım, toğ idi, verdim kör dilənçiyə, satdım ona. Şah Abbas tez övrünə vəzir edir, gedək. Gəlir, gedir məscidə, yox, əvvəl gedir hamama, hamamlanır, qusurunu eləyir, gəlir məscidə, dizin vurur yerlərə, əlini yerə, əlini qaldırır görəcək. Ya Allah, mən ani olaraq çaşmışdım, mən Allahlı iddiasında olmuşdum. Hələ yerin göyün sahibi sənsən, mənə bağışla, əhv elə. Hər şey sənin əlindədir, qisməti verən də sənsən. Hər şey Allahın əlindədir, hər şey onun qismətindədir. Və görürsünüz... Söhbəti gör, yanmağa deyər. Yaxşı, ötürürsən. Sən yox, xeyr olun.